Anım günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda ağacəkmə aksiyası təşkil edilib. Aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, o cümlədən Regional İnkişaf İctimai Birliyinin könüllüləri iştirak ediblər. İştirakçılar ərazini tullantılardan təmizləyərək 500 ağac əkiblər. 27 sentyabr Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar olaraq, eyni zamanda onların əziz xatirələrinə ehtiram əlaməti olaraq bugün burada Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağac əkmə aksiyası həyata keçirilir. Bildirmək istərdim ki, mövsüm ərəfəsində də Bakı şəhərində yeni yaşıllıq zolaqlarının salınması və bu sahə diqqətin daha da artırılması nəzərdə tutulmuşdur. Qeyd etmək istərdim ki, bu təşəbbüs paytaxtımızın abadlaşdırılması, ekoloji tarazlığın bərpa olunması və eyni zamanda Abşeron yarımadasının iqlim şəraitinə uyğun və quraqlığa danlı bitkilərin əkilməsi prosesinin bir davamıdır. Bəyan etmək istərdik ki, Regional İnkişaf İctimai Birliyi olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə tədbirlərə bundan sonra da dəstəyimizi göstərəcəyimizə çox şadıq. Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib və cavabdehlər müəyyənləşdirilib. Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi də nəzərdə tutulub.